toxumlarda spermatozoidlər formalaşır. Digər toxumlar Fizik hormon adı nədir? Amin. Testosteron idi. Androgen və testosteron, bəs qadın ise hormon. Bu videoda daha çox müəlliməni tənqid edirlər. Videoda yeniyetmələrə cinsi inkişaf və hormonlarla bağlı məlumatlar verilir. Əslində burada diqqət etməli olduğumuz məsələ mövzunun özü deyil. Cinsi inkişaf, sağlamlıq və bədən dəyişiklikləri insan inkişafının təbii bir hissəsidir. Təəssüf ki, bizim cəmiyyətdə bu mövzular uzun illərdir ki, tabu kimi qəbul edildiyinə görə bir çox insan bu sahədə kifayət qədər məlumat almadan inkişaf edir. Nəticədə isə belə mövzular müzakirə edildiyi zaman təəccüb, narahatlıq və ya yanlış reaksiyalar ortaya çıxa bilir. Uşaqların və yeniyetmələrin yaşlarına uyğun, elmi əsaslı məlumatlandırılması onların sağlam inkişafı, öz bədənlərini tanımağı və gələcəkdə daha doğru qərarlar vermələri üçün vacibdir. Problemin özü məlumat vermək deyil. Məlumatın yanlış, qeyri-elmi və ya yaşa uyğun olmayan bir formada verilməsidir. Bu səbəbdən mövzunun adını eşidən kimi dərhal reaksiya vermək əvəzinə verilən məlumatın məzmununa və məqsədinə diqqət yetirmək daha doğru yanaşmadır. Maariflənmə qorxulacaq bir şey deyil. Düzgün şəkildə aparıldıqda cəmiyyətin inkişafına xidmət edən bir prosesdir.